Uşaqlar, chat bölməsinə qeyd edin 1-10 aralığında sual. 1-dən 10-a qədər əgər sualınız yoxdursa, 10-dan 20-yə qədər suallarınızı qeyd edin. 10-20 aralığında. Deməli, 13-cü sual, 16-cı sual qeyd etmişsiniz hələ ki, 1-dən 11-ci sual. Deməli, səyyad, diqqətdən qulaq asın. Deyir ki, uyğunluğu müəyyən edin. Uşaqlar, ümumiyyətlə, faylın tipini istəyirsə, yəni hansı tip fayl olduğunu istəyirsə, nöqtənin sağına baxırsınız. Çünki faylın məzmunu haqqındakı məlumatı nöqtənin sağı, yəni genişlənmə verir. Yəni ad hissələr başınızı qarışdırmasın. Yəni bu ad hissələrə baxmayacaqsınız. İndi genişlənmələrə baxaq. P, P6. P, P-dən PowerPoint sözündən yadda saxlayırdıq ki, bu nədir? Təqdimat faylıdır. XLSX, Excel faylıdır, yəni cədvəl faylıdır. V bəndi deməli heç birinə uyğun deyil. TXT, text sözündən yadda saxlayırdıq ki, nədir? Mətn faylıdır. Doc, document sözündən yadda saxlayırıq ki, o da sənəd mətn faylıdır. Ondan sonra Y bəndi isə hansına uyğun gələcək? Səs fayına uyğun gələcək. Sonra 13-cü sual. Və 13-də nəsdir? 13-də deyir, əməliyyat sistemlərinin təsnifatına görə uyğunluğu müəyyən edin. Deməli, informasiyanın emal rejiminə görə. Deməli, emal rejiminə görə paket emalı vaxt bölgülü və real vaxt miqyaslıdır. Yəni, real vaxta görə. İndi baxıram ki, burada bir dənə V bəndi uyğun gəlir. Resulardan istifadənin tipinə görə iki qrupa bölünür. Lokal şəbəkə, yəni CD. İstifadə interfeysin tipinə görə isə, deməli, əmrli və obyekt yönlü olur Y. A bəndi heç birinə uyğun gəlmədi, çünki A bəndi məsələ sayına görə olan təsnifata aid ediləcək. Sonra növbəti sual 16-cı sualdır. Əməliyyat sisteminin yüklənməsi. Uşaqlar, əməliyyat sisteminin yüklənməsi dedikdə, əməliyyat sisteminin faylların xarici yaddaşdan, yəni sərt diskdən RAM-a, yəni əməli yaddaşa köçürülməsi başa düşülür. Yəni, A bəndi doğru olacaq. Sonra 20-yə qədər başqa sualınız yoxsa keçirəm 21-ə. 21-ci sualda baxaq görək nə istəyir? Faylın yolu verilmişdir. Faylın yolu verilmişdir. Bu yolda biz nə başa düşdük? Deməli, D diskidir. D diskinin daxilində doc kataloqudur, yəni alt kataloqudur. Bu kataloqun içində də test.txt faylı yerləşir. Deməli, faylımız test.txt-dir. Bəs faylın tam adı deyəndə nə başa düşülür? Elə verilmiş tam yol başa düşülür. Tam adı ilə tam yol deməkdir, uşaqlar. Yəni, cavabı olduğu kimi götürə bilərsiniz. Ondan sonra 29-cu sualı vermişsiniz. 29-cu sualda görək nə istəyir? 23 müəllimə. 23-cü sual, tamam. Deyir ki, kataloqun adının düzgün yazılışı hansıdır? Bax, kataloq nə deməkdir? Yəni, qovluq deməkdir. Qovluğun adına necə baxılmalı idi dedik? Bütöv baxılmalıdır. Yəni, bütün simvollar sayılmalıdır. Və mötərizədə MS-DOS deyilirsə, deməli, simvollar hansı aralıqda olmalıdır? Sayıl. 1-8 aralığında olmalıdır. Bir də bəzi simvollar var ki, dedik nə faylın, nə də qovluğun adında iştirak edə bilmir. Deməli, A bəndini, B bəndini və Y bəndini sırf simvollara görə çıxdım. Baxıram C-dəyə. Sonra simvolların sayına da baxmalıyam axı. Baxıram ki, D-dəki simvol sayı 8-i aşır. Ona görə D bəndi səhvdir. C bəndindəki simvol sayı da elə tam olaraq 8-dir. Deməli, doğru cavab nə olacaq? C bəndi olacaq. Sonra növbəti Müəllimə, sual. nöqtə qoyulanda genişlənmə sayılmır da. Məsələn, ox sözü genişlənmə şəklində götürə bilmərik. Aynur. Bax, sualın şərtinə görə sən hərəkət edirsən. Əgər sualın şərtində qovluq kataloq deyirsə, bil ki, burada fayl kimi genişlənmədən söhbət getmir. Yəni, sənə verilən bütün simvollar qovluğun adına daxildir. Yəni, səndə burada nöqtə oxu genişlənmə ola bilmir. Yaxşı. Başa düşdüm. Sualın şərtində fayl deməli idi ki, sən nöqtədən sağa ayrıca baxasan. Sonra 24-cü sual. Söhbət mətn faylından gedir. Mətn faylların genişlənməsi TXT, doc, docx, .docx kimi genişlənmələrə sahib idi. Ona görə hansı variantlar çıxmalıyam? C ilə D-ni. Çünki biri icra olunan fayldır, digər D bəndi isə sistem faylıdır. Y bəndini ümumiyyətlə çıxıram, çünki sualın şərtində fayl deyir. Fayl deyirsə ad və genişlənmə olmalıdır, Y-də genişlənmə yoxdur. Qaldı A, B. Dedik ki, bəzi işarələr istifadə edilir. Bunlardan biri də nədir? Düz xəttdir. Deməli, A bəndi səhvdir, yerdə qalır. Nə? Doğru cavab B bəndi. B yazmışam, səhv çıxıb baxı yoxlayanda. Yəqin mən səhv. Hə. Yəqin səhv yoxlamısan. Dəqiq cavab B-dir. Sonra 25. Əməliyyat sisteminin yazıldığı məntiqi disk. Uşaqlar, ümumiyyətlə
dedik ki, elə bu dərsdə öyrəndik ki, kompüterin xarici yaddaşına informasiya yazılması üçün öncə o məntiqi formatlaşdırmaya uğramalıdır. Məntiqi formatlaşdırma kimdə, yəni hansı proqram tərəfindən həyata keçirilirdi? Məntiqi hissələrə bölünmə. Hansı idi uşaqlar? Defragment idi neydi mən? F-disk proqramı ilə bölünürdü. F-disk. Deməli, bu məntiqi hissələrdə məsələn C, D şəklində olur. C, D bu qaydada. Deməli, uşaqlar, bu məntiqi disklərdən birinə biz Windows əməliyyat sistemini, ümumiyyətlə əməliyyat sistemini yazırıq. Həmin əməliyyat sisteminin yazıldığı diskə nə deyilir? Sistem diski deyilir. Yəni cavab nə olacaq? Y bəndə olacaq. Sonra 29-cu suala CD baxıram. sistem diski adlanır həmişə. Necə? CD sistem diskidir. Sistem diski əməliyyat sisteminin yazıldığı diskdir. Əksər hallarda elə C olacaq. Və fikir versəz məndə C diskinə. Görürsünüz ki, C diskinin üstündə Windows-un logosu var. Deməli, Windows əməliyyat sistemi C diskinə yazılır. C diskinə yazılırsa, deməli, nə olur? Hal-hazırda burada məndə C diski sistem diski olur. Sonra 26-cı sual çox maraqlı sualdır. Sadəcə sualın şərtini tələbələr başa düşmür deyə mən öncə nümunə yazıram. Uşaqlar, gəlin bir dənə fayl götürək. Məsələn, bizim tutalım əlimizdə canon.doc faylı var. Və bu faylın tam yolunu yazıram. Deməli, D diskin içində mən master qovluğu yaratmışam. Və bunu şeydə yazılmış deyə. Deməli, mən D diskin içində master qovluğu yaratmışam. Sonra masterin içində tutalım info qovluğunu yaratmışam. Infonun içində də tutalım canon.doc faylını yaratmışam. Sonra canon.doc faylını infonun içərisində yazılmış alt kataloqa köçürürəm. Məsələn, belə bir alt kataloq yaradıram. Tələbə və Kənanı bu qovluğa köçürürəm. Bu zaman həmin faylın tam yolu necə olur? D, master, info. Infonun içində bu dəfə hansı qovluq var? Tələbə. Tələbə qovluğun içində də canon.doc faylı var. Düzdürmü? İndi uşaqlar, burada baxıram ki, birinci yolla ikinci yol arasındakı fərq nədir? Birinci yolla ikinci yol arasındakı tək fərq bu tələbə qovluğudur. Bu tələbə qovluğunu buradan çıxsam, faylın əvvəlki yolu alınacaq, düzdürmü? Yəni, burada nə baş verdi? Fayl əvvəl info qovluğunun içində yerləşirdi. Sonra infonun içində tələbə qovluğu yaradaraq faylı həmin qovluğa köçürdüm. Və yerdəyişmə nəticəsində faylın tam yolu bu qaydada oldu. İndi yerdəyişmə nəticəsində alınan yol ilə əvvəlki yol arasında tək fərq nədir? Faylın yerləşdiyi alt kataloqdur. Yəni, mən bunu buradan çıxsam, faylın əvvəlki tam yolu alınır. İndi bunu da sualıma tətbiq edirəm. Deməli, uşaqlar deyir ki, eyni şey deyir. Deyir, hər hansı bir kataloqda master.txt faylı verilmişdir. Deməli, bu faylı, həmin faylı, bu kataloqda yaradılmış alt kataloqa daşıdıqdan sonra, yəni ikinci halı verir. Daşıdıqdan sonra tam yolu necə olub? C, user program, jpg, txt, master.txt. Deməli, uşaqlar, hal-hazırda fayl nəyin içindədir? Txt. Yerdəyişməyə qədər deməli, bu txt olmuyor. Çünki neyniyir? Sonradan yaradaraq həmin alt qovluğa köçürür. Onda yerdəyişməyə qədər faylın tam yolu necə olur? C, user, program, jpg, bir də master.txt. Yəni, fayl əvvəl hansı qovluqda yerləşirmiş? JPG qovluğunda. İndi sualın şərtində nə istəyir bizdən? Deyir, yerdəyişməyə qədər faylın saxlanıldığı kataloqun tam adı. Yerdəyişməyə qədər deməli, harada saxlanılırmış? JPG qovluğunda. JPG-nin də tam yolu nə deməkdir? C, user, program, JPG-nin özü. Yəni, tam yol deyəndə özündə götürürük. Buna aid bir dənə də sual var. İstəyirəm onu da göstərim gəlmişkən. 91 idi səhv eləmirəmsə. Yəni, eyni tipli sualdır. Deyir, hər hansı bir kataloqda test.doc faylı saxlanılmışdır və həmin faylı bu kataloqda yaradılmış alt kataloqa daşıdıqdan sonra tam yol belə olub. Yəni, ikinci halı verir. Əvvəlki halını istəyir, yerdəyişməyə qədər olan halı. Yenə də baxıram, fayl hansı kataloqun içindədir? İnformatika. Deməli, mən bunu çıxmalıyam. Çünki bu sonradan yaradılıb. Onda faylın əvvəlki yolu necəymiş? D, master, kurs, test.doc. Ay, sağ ol. İndi deyir faylın tam yolu. İndi bu dəfə faylın tam yolunu istəyir deyə faylın özünü də götürürəm. D, master,
kurs, bir də faylın özü. Yəni bu da hansı olacaq görək. C Müəllimə, bəndi. üzr istəyirəm. O informatika C bəndi. hissəsini bir də izah edə bilərsiniz, zəhmət olmasa. Bax Aysel, deyir ki, ikinci halı sənə verib. Deyir ki, həmin bu test faylı əvvəl yerləşdiyi kataloqda yaradılmış alt kataloqa daşınır. Yəni hara daşınmış olur? Hal-hazırda nəyin içində daşınır? İnformatikanın. Yəni sualın Başa şərhindən düşdüm. belə başa düşürəm ki, informatika sonradan yaradılıb. Yəni mənə də əvvəlki halı, yəni yer dəyişməyə qədər olan hal lazımdır deyə onu çıxanda əvvəlki tam yolunu Çox alırıq. sağ olun. Deməli, Kərim, indi anladın sən bunu? Seninkisi də səhv olub. Getdim. Deməli, uşaqlar, bu da belə. Ondan sonra keçək 30-a qədər sual, 29-cu sual var idi məncə. 29-cu sual deyir ki, rezident proqram nədir? Rezident proqram anlayışını biz proqram təminatında keçmişdik. Rezident proqram əməli yaddaşda daimi yerləşən, yəni kompüterin işlədiyi müddətdə orada aktiv olan proqrama deyilir. Ondan sonra 40-a qədər, yəni 30-40 Onu necə yadda saxlamaq olar? Üzr istəyirəm. Necə Azərbaycan Respublikasında vətəndaşlar, rezidentlər, qeyri-rezident. Rezidentlər bütün Azərbaycan Respublikasının vətəndaşı olur. Yəni daimi yaşayanlar, qeyri-rezidentlər isə müvəqqəti yaşayış ərizəsi olan. Yəni bu belə yadda saxlaya bilərlər. Bəli, elə biz də izahda o şəkildə izah edirik Ona ki, görə də rezident əməli proqramı yaddaşı daimi yerləşən. Yəni elə bil ki, Respublika vətəndaşları belə yadda saxlamaq olar. Aha, bəli, elə sözün mənasından yadda saxlayır. Yəni uşaqlar da, biz də o qaydada yadda saxlayırıq. Sonra 30-cu suala baxaq. Hansı sırada fayl adı kimi istifadə oluna bilməyən adlar verilir? Deməli, gəlin o adlara nəzər salaq. Condur, nuldur, auxdur, prn-dir. Bir də com 0-dan com 9-a qədər. Bir də elpiti 0-dan elpiti 9-a qədər olan hissədir. Deməli, uşaqlar, baxırıq, sırf bunlar olan variantı seçməliyik. O da C bəndidir. Com, elpiti 1, həqiqətən də elpiti 1, elpiti 0, elpiti 9 aralığına aiddir, bir də 0. Məsələn, A bəndində PRN 3 düzgündür, çünki yanına əlavə simvol artırılıb. Elpiti 5 olmaz, com düzgündür. Sonra B bəndində 0 2 ilə yazılıb deyə düzdür. LPT 4 səhvdir, com 2 də səhvdir. Yəni Mən Y olmaz. götürmüşdüm. Sonra D bəndində 0 olmaz. PRN 7 və com olar. Çünki com tək yazılanda olur. PRN də yenə yanına əlavə simvol artırıb istifadə edilə bilir. Y bəndində bax, com-a icazə yoxdur, amma com 7 yazılıb axı, deməli buna icazə var. 0-a icazə yoxdur tək ildən, amma 2 illə yazılanda icazə var. Amma AUX-a icazə yoxdur. Sonra növbəti sual 32-ci sualdır. Müəllimə, PRN 3 yazılanda ola bilər də PRN icazə yoxdur. PRN özünə icazə yoxdur, amma PRN 3 yazılsa istifadə Hə. edilir. Deməli, sonra 32-ci. Kompüterin sərt diski ənənəvi olaraq hansı hərflə işarə edilir? Sərt disk C, D disklərindən ibarət olur. Elə C-ni götürə bilərsiniz. Ondan sonra uşaqlar, ümumiyyətlə belə deyim. A, B kompakt diskdir. C, D sərt diskdir. Ondan sonra Y optik diskdir. Bir də F isə flash kartlardır. Mən beləcə işarə edilir. Ondan sonra faylın adının düzgün yazılışını istəyir və MS-DOS-da istəyir. Deməli, MS-DOS-da adda maksimum 8, genişləmədə maksimum 3 dənə simvol olur. Bir də ki, digər məhdudiyyətlərimiz də öz yerindədir. Bəzi simvollara görə hansı cavabı çıxacam? A ilə B-ni çıxacam. Çünki ulduz və sual istifadə edilmir. Sonra qadağan edilmiş adlar var idi. Hansılar idi bunlar? Bayaq yazdığımızdır. Məsələn, nuldur, sonra com3-dür. Bunlar da çıxdı. Qaldı cavab C. Simvol sayında da heç bir problem yoxdur. Addakı simvol 8-i, genişləmədəki simvol da 3-ü aşmadığına görə tamamilə doğrudur. Ondan sonra növbəti sualımız. Baxaq. 35-ci sualdır. 35-də deyir, kataloq adının düzgün yazılışı. Yenə sualın şərtində kataloq, yəni qovluq deyir. Deməli, necə baxacaqsan? Bütöv baxacaqsan, yəni bütün simvolları sayacaqsan və MS-DOS deyir deyə hansı aralıqda olacaq? 1-8 aralığında. 8. Deməli, A bəndindəki simvolları sayıram 9 dənədir. Baxın, kataloq deyirsə bütün simvollar nöqtə ilə bir yerdə bütün simvolları sayırsınız. Və 9 8-i aşır. D bəndində də yenə 8-i aşır.
Sonra B, Y bəndinə baxsanız, B-də drop işarəsindən istifadə edilib olmaz. Y-də də qoşa nöqtədən istifadə edilib olmaz. Qalacaq C bəndi. C-də həqiqətən də ümumi 7 simvol var və 1-8 aralığına daxil olur. Ondan sonra 36-cı sual. Deyək ki, failin tam yolu verilmişdir. Deməli, C diskin içində alt kataloqu, yəni alt qovluğun içində də sxem.txt faylı. Deyir, failin yerləşdiyi kataloq. Fayl hansı kataloqda yerləşir? Bir əvvəlkinə baxırsınız. Doc kataloqunda. Eləcə bunun adını istəyir. Yəni adı nədir? Docdur. Bu qədər. Ondan sonra növbəti sual 30. Müəllimə failin yerləşdiyi kataloqun adı deyəndə sonuncudan baxırıq. Failin özü nədir, Nuray? Sxem.txt-dir. Fail yolun sonunda olandır. Failin yerləşdiyi alt kataloq deyəndə faildan bir əvvəlkinə bax həmişə. Failin özünün yerləşdiyi alt kataloq deyirsə. Yaxşı? Yaxşı müəllimə, çox sağ ol. Müəllimə, bir dənə sual verə bilərəm. Bu tip bir sual elədi. Bilmədim neçənci idi, nömrəsi yadımdan çıxdı. Amma orada tam yolu dediyinə görə ümumi adı götürdüyü. Hə. Orada nəyə görə ümumi adı götürdük? Yəni tutaq ki, buradakı B variantı kimi. Amma indi sırf D-ni götürdük də, yəni yerləşdiyi adı. Tam ad, tam yol istəyirdi. Nömrəsini heç unutdum. Amma eyni bu tip sual idi. Mən bildim sizin dediyinizi. Tam ad, tam yol deyəndə başdan sona hamısını götürürsünüz. 21 müəllimə sualı vermişdim. Bildim, 21-ci. bildim. Tam ad, tam yol eyni mənaya gəlir. Sizdən elə tam yolu verib tam adı soruşurdu. Eyni mənaya gəldiyi üçün elə eyni cavabı aldınız. Deməli, failin tam yolu, tam adı deyəndə baş kataloqdan başlayaraq failin özünün də daxil olduğu yol başa düşülür. Yəni C, doc, sxem.txt hamısını götürürsən. Burada tam ad, ümumiyyətlə yoldan söhbət getmir. 36-cı sualda. 36-da sadəcə failin yerləşdiyi alt kataloqun adını istəyir də. Yəni səndən yol istəmir, ünvan istəmir. Sadəcə deyir ki, bu fail hansı kataloqun içindədir? Doc kataloqunun, yəni doc qovluğunun içindədir. Bu qədər. Sonra Anladım. 30, buyurun. 39-cu sual. Aşağıdakılardan hansı fail atributlarına daxil deyil? Deməli, fail atributları 4 dənədir. Məsələn, 4 dənə idi, bəli. onlu, hidden, Read-only-dir. arxiv, bir də sistemdir. Sistem Bir idi, dənə bəli. sevəndi, yoxdur. Sonra 40-a qədər. Başqa sual yoxdursa 40-dan 50-yə qədər suallarınızı qeyd edin. Deməli, biri 42-dir elə. 42-ci suala baxıram. Deyir ki, kompüterdə hər hansı bir proqramı quraşdıran fayllar hansı genişlənməyə sahib olur? Fikir vermisiniz, o quraşdırılan proqram faylları setu exe şəklində verilir. Onda deməli, quraşdırma üçün istifadə edilən faylın genişlənməsi necədir? Exe şəklindədir. Excel. Ondan sonra 44-cü suala baxaq. Deyir ki, neçəsi proqramlaşdırma dilinə məxsus olan fayldır. Bir araşdıraq. Library sözündən yadda saxlamaq olar ki, bir kitabxanadır. Elə 2 də kitabxanadır. Pası Pascal sözündən yadda saxlayırıq. Pascal nədir? Proqramlaşdırma dilidir. Deməli, bu düzdür. Sonra C də C proqramlaşdırma dilindən yadda saxlanılır. Düzdür. Com icra olunan fayldır. 5 səhvdir. 6 basic proqramlaşdırma dilinə uyğundur. Düzdür. RTF də mətn faylıdır. Ona görə çıxdıq. Sırf proqramlaşdırma dili olan hansıdır? 3, 4, 6-dır. Sonra 41-ci sualı demisiniz. Deməli, master 25.txt faylının maskası uyğun deyil. Deməli, baxın. Ümumiyyətlə, hansı maska uyğun deyil? Maska suallarında bilirik ki, ulduz ixtiyari sayda simvol əvəz edir. Amma bir sual bir simvol. Ulduz ixtiyari sayda simvol əvəz etdiyi üçün sən ulduza baxmağına gərək yoxdur. Əsas sualları izlə gör, bütün hər sualın yerinə bir simvol düşür. Məsələn, A bəndində. R-dən sonra 2 gəlir, elə bil bu sualda 2-ni əvəz edir. Sonra B bəndindən, masterdə R-dən sonra 2 və 5 gəlir, hər sual bu rəqəmlərdən hərəsi birini əvəz edir. C bəndində isə M-in sol tərəfində sual yazıb. Amma M-in solunda heç bir simvol yoxdur axı. Sualın da tələbi nə idi? Bir sual bir simvol əvəz etməlidir. Ona görə C səhv. Bəs deyəsiniz ki, müəllim, A bəndində də ulduz verilir, baxın. Uşaqlar, ulduzla fərqi yoxdur. Ulduzun yerində simvol olmasa da o Balaca yıkılacak. Yemeğini yine bura ofisi sokulursun. Yəni bu Deməli, bu qaydada uşaqlar baxırıq. Yəni ulduza fərqi yoxdur. Ulduzun yerində simvol olmasa da olar. Amma mütləq sualın yerində simvol olmalıdır. Sonra keçək növbəti suala. 43. Fayl nədir? Fayl diskdə müəyyən ad altında saxlanılan verilənlər yığımı və yaxud da xarici yaddaşın adlandırılmış bir sahəsidir.
İndi baxaq, əməliyyat sistemi xüsusi bir proqramdır. İnformasiya xarici yaddaşda saxlanma vasitəsidir. Deməli, elə nə olacaq? C bənd olacaq. Ondan sonra, çünki müəyyən ad verib, o şəkildə saxlaya bilirik informasiyanı. Sonra 44-ü demişəmmi? Hə, demişəm. Sonra 48-ci sual, 46-cı sual. Deməli, baxın. Verilənlər bazası fayllarında, verilənlər bazası ingilis dilində database deməkdir. Oradan DB-dən biz genişlənmələri yadda saxlayırdıq və data sözündən. Yəni, buradan bunları yadda saxlamaq olar. Uşaqlar, mikrofonlarınıza fikir verin, arada xəbəriniz olmadan açılır. Deməli, nə olacaq? Verilənlər bazası fayl olacaq. Sonra keçək 50-yə qədər, bir də 48-ci sual var idi. 48-ci sual. Hara getdi? Aha. Uşaqlar, bayaq sual-cavabda verdiyim sualdır. Və MS-DOS deyir, düzdür? MS-DOS-da faylın adında ümumilikdə maksimum neçə simvol ola bilər? 8. Bundan ikisi yazılıb, yerdə neçə simvol ola bilər? 6-da. Bu ikisindən əvvəl 6 simvol. Yəni, burada ulduzun əvəzində maksimum neçə dənə simvol yazmaq olar? 6 dənə. Yəni, burada ixtiyari cavabını verəməsən. Çünki konkret əməliyyat sisteminin adı çəkilirsə, sən ixtiyari cavabını verə bilmirsən. Yəni, bu qaydada. Sonra keçək. 50-yə qədər sualınız yoxdursa, 50-dən 60-a qədər buyurun suallarınızı verin. 50-60 aralığında. Müəllimə, elə 51-ə baxa bilərik. Bir dənə 48-ə təkrar baxın. Aynı. Bax, MS-DOS əməliyyat sistemində faylın ad hissəsində, yəni nöqtənin sonunda 1-dən 8-ə qədər simvola icazə verir. Genişlənmədə isə 3 dənə simvola icazə verir. İndi bax, burada ad hissədə elə 2 simvolu veriblər. Düzdürmü, Nuray? 2-dən sonra maksimum neçə dənə simvol yazmaq olar 8-ə tamamlamaq üçün? 6 dənə. Yəni, o ulduzun yerində maksimum 6 dənə simvol yaza bilərsən. Başa düşdün, Nuray? Başda buyur, Nuray. Sonra 50-ci suala baxaq. Şablon uşaqlar ilə maska deməkdir. Şablon maska eyni şeydir. Maskalar da hansılar idi? Sual və ulduz idi. Sonra 50-dən 60-a qədər hansı suallar var? 51. Deməli, konfiqurasiya faylı nədir? Fayllar dedik 3 qrupa bölünür. Deməli, icra olunan fayllar, sənəd faylları, bir də konfiqurasiya faylları. Proqramların işi üçün zəruri olan fayllara konfiqurasiya faylları deyilir. B bəndi icra fayllarını tərif edir. C bəndi isə sənəd fayllarının tərif edir. D bəndi də sənəd fayllarının tərif edir. İstifadəçinin yadda saxladığı sənədlər, o da düzdür. Ondan sonra, bu da belə. Sonra 56 var. 56-cı suala baxıram. Deyir ki, qəşəng sualdır. Windows 10-da yaradılmış cədvəl faylı ardıcıl dəyişikliklərdən sonra bu adlarla yaddaşa göndərilir. İndi deyir ki, kitab 1 qovluğunda neçə müxtəlif fayl yaradılıb? Bizdən bunu soruşur. Baxın, söhbət kitab 1 qovluğundakı fayllardan gedir deyə, sırf onlara baxmaq lazımdır, kitab 1 qovluqlarına. Yəni 3-dür, 5-dir, 6-dır, bunlar ələndir. Sonra növbəti hissəyə baxaq. Deyir ki, bu qovluqda neçə müxtəlif fayl var? Fayl deyəndə hara baxırdıq, sonra baxırdıq. Məsələn, Act1 XLC, bu hər hansı bir fayldır. Məsələn, aynən işarə eləyir. Ondan sonra Act2 XLC, bu da fərqli bir fayldır. Məsələn, bunu da B ilə işarə eləyin. İndi 4-ə baxsanız uşaqlar, Act2 XLC heç bir fərqi yoxdur. Əgər bilmirsinizsə, özünüzdə qeyd edin ki, faylların adlandırılmasında böyük və kiçik hərflərin heç bir fərqi yoxdur. Ona görə bunlar, yəni 2 ilə 4-dəki fayl eyni fayldır. Yəni, siz ümumilikdə AB olmaqla, yəni 2 müxtəlif fayl görmüş olun. Yəni, ona görə sualın cavabı nə olacaq? 2 olacaq. Sonra... Mənim onda genişlənmədə fərqi yoxdur, hə? Böyük və balaca olmağının. Adda da fərqi yoxdur. Mən bir dənə sual verə bilərəm. Buyur. Yuxarı qalxında zəhmət olmasa, bayaqki suala. Burada ardıcıl dəyişiklik deyəndə, yəni akt 1-i kitab 1-dən götürüb kitab 2 folderinə atmayıb. Cədvəl eyni fayldan söhbət gedir. Məsələn, gəlib kitab 1-də akt 1 faylı yaradıb. Sonra fayl üzərində dəyişiklik eləyərək onu akt 2 olaraq yaddaşa verib. Ondan sonra
təzədən kitab 2-də də eyni akt 1 faylını yaradıb, sonra kitab 1-də təzədən akt 2 faylını saxlayıb. Nəsə belə də, yəni Exceldə fayl açıram. Məsələn, yaratdım. Bunu save eləyəndə gəlirəm adlandırır. Məsələn, akt 1 XLC olaraq atıram, tutalım. Buradan bir qovluğa. Tutalım mövzular qovluğuna. Sonra təzədən bu faylı bir də yaddaşa verirəm. Adında dəyişiklik edirəm. Atıram başqa bir qovluğa. Yəni söhbət bundan gedir. Yəni bu Başa prosesdən düşdüm gedir. mən onu, çox sağ ol. Sən də sağ ol. Sonra 50-yə qədər 57-ci sual. Qeyri-qrafik uşaqlar, qeyri-qrafik əməliyyat sistemi deyəndə, yəni əmrli mətinli əməliyyat sistemi başa düşülür interfeys olaraq. O da necə icra edilirdi, necə idarə edilirdi? Klaviaturadan daxil edilən əmrlərlə idarə edilirdi. Sonra 58. Fayl sistemləri verilmiş cərgəni göstərin. Baxaq, hansılardır? FAT16, FAT32 və NTFS-dir. Sonra başqa. Option bir də 59 var. Deyir ki, hansı maska fayl adına uyğun deyil. Yenə suallara baxacaqsınız. Deməli, buradakı sual iynə əvəzili problem yoxdur. Sonra B bəndində, baxın, M-dən solda simvol yoxdur, amma bura sual yazıblar, düzdürmü? Biz də demişdik ki, bir sual mütləq bir simvolu əvəz eləməlidir. Ona görə cavab nə olacaq? B bəndi olacaq. Sonra 60-dan 70-ə qədər sual var. 62, 64. Deməli, 62-ci suala baxıram. Deyir ki, Microsoft firmasının əməliyyat sistemlərini dəstəklədiyi fayl sistemi. Uşaqlar, biz öyrəndiklərimiz nədir? FAT16, FAT32, NTFS, yəni Microsoft, MS-DOS, Windows dəstəkləyən bunlardır. Sizin dəstəklədiyi fayl sisteminə aid olmayanlar istəyirəm, olmayanlar istəyirsə, olmayan variant sırf C bəndidir. Çünki YXT-lər MS-DOS-a və Windows-a aid fayl sistemi deyil. Bu Linux-a aid fayl sistemidir. İstəyirsiniz bir kənara qeyd edin. Ondan sonra baxaq növbəti suala, 64-cü suala. Aşağıdakılardan hansı fayl adı düzgün yazılmışdır? Deməli, uşaqlar, B bəndində kon var. D, C, Y-də işarələrə görə getdi. Qaldı A bəndi ki, hər şey qaydasındadır. Sonra 60, Müəllim, 60. FAT12 var. FAT12 də var, bəli. Orada elə bir maksimum 212 klaster ünvan verir və ünvan uzunluğu 12 bit olur. Sonra 66. Disklərin formatlaşdırılması adi bildiyiniz format əməliyyatıdır. Diskdəki məlumatların silinməsidir. Sonra 70-ə qədər başqa sualımız var. 69, 70. Deməli, kompüterdə əməliyyat sistemi ilə birgə yazılan proqramlara deyilir standart proqramlar uşaqlar. Bu standart proqramlara aid olan proqramlar Paint-dir, Snipping tool-dur. Bu proqram təminatının sualıdır bu arada. Snipping tool-dur. Ondan sonra WordPad-dir, Notepad-dir, bu kimi proqramlardır. Sonra 70-ci sual. Deyir ki, bu ünvanda saxlanan fayl hansı proqrama aiddir? Fayl deyirsə, hara baxmaq lazım idi? Yolun sonuna. Və faylın tipini nə göstərirdi? Genişlənməsi. Genişlənmə də nədir burada? PPTX-də. PPTX də hansı fayllara aiddir? PowerPoint. Yəni sizdəki burada docx, ACC-DB, XSX başınızı qatmasın. Deməli, docx-dən ACC-DB kataloqlardır. XSX də burada faylın ad hissəsidir. Genişlənmə nöqtənin sağında qalan hissədir. Yəni PPTX. Bizə də faylın tipini göstərən hissə ancaq genişlənmə ola bilər. Sonra 73-cü suala baxıram. Deyir ki, obyektlər, fayl, kataloq, disk qurğusu, proqram, sənəd və s. üzərində əməliyyatları bilavasitə həyata keçirən hesablama sistemi resurslarını idarə edən hansı interfeysdir? Uşaqlar, obyektlər üzərində bilavasitə əməliyyat deyirsə, deməli bu nədir? Qrafik interfeysdir. Yəni, bilavasitə əməliyyat nə deməkdir? Bunu başa salın. Və sən mousu gətirirsən, tutalım bu faylın üstünə, klik edir, açırsan və yaxud da bu fayla bağlı başqa əməliyyatlar izləyirsən. Yəni, bunu necə elədin? Birbaşda obyektin üzərində eləyə bilirsən də. Yəni, bilavasitə deyəndə bunu nəzərdə tutur və bu imkanı bizə verir nə? Qrafik interfeys. Ondan sonra başqa 72-ci sual var. 72-dən sayda sualdır.
Və uşaqlar, hətta ən sevimli sual budur. Çünki bu sənə xəritə Bəli. verir, rahatlıqla tapılır. Söhbət hansı fayldan gedir? P2 bas. Mən baxıram ki, hansı yolla gəlsəm bu faylı gəlib çıxaram. Məlum məsələdir ki, Piriyevə getsəm, o faylı ümumiyyətlə gəlib çıxmayacam. Yəni bu tərəfdə işim yox. Deməli mən hansı budaq üzrə gəlməliyəm? İmanov. İndi İmanovdan dataya keçsəm, yenə oradan da mənim axtardığım fayla keçid yoxdur. Ona görə İmanovdan hara gəlmək lazımdır? Proqa, proqdan da P2 basaq. Zaten uşaqlar, o yol deyir ya tam yol. Elə tam yol nə deməkdir? Yəni bu faylın ünvanını, bu fayla gedən yolu göstərən sətr başa düşülür. Yəni mən bu fayla gəlmək üçün hansı yolu qət elədim? C diskindən İmanova daxil oldum. İmanovdan proqa daxil oldum. Proqdan da hara daxil oldum? P2 bas. Bu fayla daxil oldum. Bu qədər. Saydım. Sonra 73'ü dedim. Başqa nə var buralarda? 76 var imiş. 76 deyir. Excel dot hansı proqramda yığılmış fayldır. Dot nəyin genişlənməsidir? Dot, docx, docx. Bunlar hamısı Word fayllarıdır. Yəni Y bəndi olacaq. Ondan sonra 79-cu suala baxıram. 79. Deyir ki, doğru fikri seçin. Söhbət nədən gedirmiş? MS-DOS-dan. Deyir, katalog adında ASCII kodlaşdırma sistemi bütün simvollar istifadə edir. Xeyr, dedik ki, ilk 32 simvol istifadə edilmir. Sana bəndi səhv. Katalog adında simvolların sayına məhdudiyyət qoyulmur. Təbii ki, qoyur. Deyir ki, faylın adında, daha doğrusu kataloqun adında maksimum 8 dənə simvol olur. Sonra C bəndi. Bir katalogda adı və genişlənməsi eyni olan iki fayl saxlamaq olar. Xeyr, dedik, olmaz. Katalogda adı eyni, genişlənməsi fərqli olan iki fayl saxlanıla bilər. Bəli. Dedik ki, fayllar arasında ya adda, ya genişlənmədə fərq varsa, deməli saxlamaq olur. Sonra gələk maraqlı sualımız olan 80-ci suala. Uşaqlar, məsələn, təsəvvür edin ki, bir dənə salam qovluğu var. Bu salam qovluğunun içində 6 dənə fayl var. Bu 6 fayldan da mənə sırf bu aşağıda adı çəkilən fayllar, yəni Fedor, MS-DOS-Doc, Rados-Doc və Rados-Docx fayllar lazımdır. Yəni uşaqlar, mən maskamı gətirib bu yuxarıdakı qovluğa tətbiq etməliyəm. Çox tələbə nə edir? Gəlir elə aşağıdakı bu 4 fayla tətbiq eləyir, görür uyğun variant var, cavabı götürür. Sonra da baxır ki, səhv. Uşaqlar, bizə lazım olan bu 4 faylı bu qovluğun içindən seçə bilməkdir. Ona görə də maskaları hansı qovluq üzərində yoxlamalıyıq? Bu ümumi 6 fayl olan qovluq üzərində yoxlamalıyıq. Elə başlayaq A bəndində. A bəndində nə verib? Do verib, sağında da solunda da sual verib. Bu nə deməkdir? Yəni, mütləq do hecasının sağında da solunda da nə olmalıdır? Simvol olmalıdır. Genişlənmə də nə ilə başlamalıydı? D ilə. İndi baxıram. Birinciyə uyğun deyil, çünki donun sol tərəfində simvol yoxdur. İkinciyə baxıram, ikinci uyğun. Adda do var, sağında da solunda da simvol var, genişlənmə də D ilə başlayır. MS-DOS Doc-a da uyğundur, MS-DOS Data da uyğundur, yəni bu fayla da uyğundur. Sonra Rados Doc-a da uyğundur, Rados Docx-a da. Uşaqlar, A bəndi sizə lazım olan 4 fayldan əlavə MS-DOS Dat faylını da tapdı. Bunu niyə? Çünki bunun da genişlənməsi digərləri kimi D ilə başlayırdı. Ona görə A bəndi yanlışdır. Çox tələbə ilə A bəndi yazıb sualı səhv eləyib. Çünki tələbə gəlib aşağıda bu 4-ün üstünə yoxlayıb, görüb düz gəlir, elə götürüb cavab. Amma dediyim kimi, siz yuxarıda yoxlamalısınız ki, yuxarıda 6 fayldan sırf bu 4-ünü seçən maska olsun. Yəni A bəndi getdi. İndi ona oxşar bir cavaba baxaq. Yəni C bəndinə. Deməli uşaqlar, baxırıq. Adında da olsun, mütləq sağında da, solunda da nə olsun? Simvollar olsun və genişlənməsi də do ilə başlasın. Baxaq. Deməli, Fedor, do, MS-DOS-da yenə do. Baxıram, MS-DOS datda genişlənmə da ilə başlayır, do ilə yox. Deməli, bu səhvdir. Sonra Rados Doc-da da yenə adında do var, genişlənmə də do ilə başlayır. Yəni, bunlar təbii ki, düzdür. Sonuncu Rados Docx-də də eyni qaydada. Həqiqətən də C bəndindəki maska sırf mənə lazım olan 4 dənə faylı tapdı mı? Tapdı. Deməli, cavab nə olacaq? C bəndi. Rahibini başa düşdünmü A ilə C-nin fərqini? Hamı başa düşdü mü bu variantlarla işləməyi?
Sonra 85'ə qədər sual yoxdur. Bəli, düz başa düşmüsən Rahim. Sonra keçək növbəti hissəyə 85-ci suala. Uşaqlar, ümumiyyətlə rahat başa düşürsünüzmü? Nəsə bir problem yoxdur ki. Arkadaşlar, səsiniz heç gəlmir. Müəllimə sualları Səsiniz dərs elə bir yiyələnirik. necə? Gültəkin. Sualları belə isə adam dərsi daha da elə bir yiyələnir. Elə bir ikinci dəfə təkrar gedir, üçüncü dəfə təkrar gedir dərsində. Yaxşı. Ondan sonra 83-cü sualı yazmısınız. 83-də. Ne götür? 83. Hayır, pardon. Gəldik klaster məsələlərinə. Bir faylın həcmi 10 kilobaytdır və bu faylı 4 kilobaytlıq klasterə malik diskdə neçə kilobayt yer tutar? Uşaqlar, şəklini çəkib də yaza bilərsiniz. Məsələn, 10 kilobaytlıq düzdürmü? Bunu gətirirsən 4 kilobaytlıq elə bil yeşiklər var, oraya yığırsan. 4-ünü birinci yeşiyə qoydun, doldu. Yerdə qalan 4-ünü ikinci yeşiyə qoydun, doldu. Yerdə nə qədər qalıb? 2 kilobayt, onu da son yeşiyə qoydun. Yəni, sonuçta 3 dənə klaster istifadə edin. Faylın yaddaşdakı həcmi də, yəni istifadə etdiyi klasterlərin tutumu qədər olan sahə başa düşülür. Yəni 3 dənə klaster istifadə edilir, 3 dəfə də 4 neçə eləyir? 12 kilobayt eləyir. Yəni cavab nə olacaq? C bəndə olacaq. Düsturdan da yaza bilərdiniz. Klaster sayı bərabərdir faylın həcmi, bölsün klasterin həcmi. Onun 4-ə bölündə 2 tam neçəsi edir? Biz həmişə böyüyə yuvarlaqlaşdırmalıyıq. 3. Və faylın diskdəki də həcmi nə idi? Klaster sayının bir klasterin həcmi hasil edir. Bu da neçə eləyəcək? 12 kilobayt. Sonra 85, 86, 87. Doğru olmayan mülahizələri seçin. Bir kataloqda istənilən sayda boş alt kataloq yerləşdirmək olar. Uşaqlar, bir kataloqda düzdür, boş olandan sonra istənilən sayda yerləşdirə bilirik. Sonra bir kataloqda diskin tutumunu aşmamaq şərtilə istənilən sayda fayl yerləşdirmək olar. Bu da düzdür. Eyni adlı fərqli genişlənməli 2 fayl bir kataloqda yerləşdirmək olar. Eyni adlı fərqli genişlənmə fərqlilik varsa olar. Eyni adlı 2 faylı müxtəlif kataloqlarda yerləşdirmək olar. Düzdür. Faylın tipi minimum 4 simvoldan ibarət olmalıdır. Bu səhv. Uşaqlar, faylın tipi genişlənməsidir. Genişlənmə də MS-DOS-da 1 ilə 3 arasında. Yəni 1 dənə də simvol ola bilər, 2 dənə də 3 dənə. Yəni səhv cavab nədir? Yebəndir. Sonra 86-ya baxaq. Microsoft Office proqramlarına aid olmayan genişlənmə hansıdır? Burada D bəndidir uşaqlar. Çünki bu basic proqramlaşdırma dilində aid faylın genişlənməsidir. Yerdə qalanlar, məsələn, A bəndi Excel faylıdır, B bəndi PowerPoint-dir, C bəndi Word faylıdır, Y bəndi Access faylıdır. Sonra 87. Deməli, bu fayl maskalarından hansı ilə tapmaq mümkün deyil. Yenə suallara baxsanız cavab çıxacaq əslində. Y bəndinə bir dənə baxın. 9-dan sonra sual verilir. Amma məndə 9 və nöqtə arasında hər hansı bir simvol varmı? Yox. Mütləq sualın şərti nə idi? Bir sualın yerində bir dənə simvol olması idi. Sonra 90-cı sual. Deyir ki, əməliyyat sisteminin yüklənməsi mərhələlərindən doğru olmayan seçin. Tətbiqi proqramların yüklənməsi əməliyyat sisteminə aid deyil. O, sonraki mərhələdə baş verən proseslərdir. Sonra 91. 91-i izah elədik artıq. 92. C. Info 25 proqram 13 doc.txt.xls ünvanında saxlanan fayl hansı proqrama aiddir? Demişdik ki, fayl deyiriksə, hara baxırıq? Yolun sonuna. Faylın tipini, məzmununu, hansı proqramda hazırladığını tapmaq üçün isə genişləməyə baxırıq. XLS nəyə aiddir? Excel-ə aiddir. Səhət. Sonra 93-cü sual. Deyir ki, bax, adı A hərfi ilə başlasın, S hərfi ilə bitsin. Uşaqlar, baxın, bu artıq dəqiq məlumatdır. Yəni, A ilə başlayıb S ilə bitməlidir. Yəni, daha bu A, S-i gəlib maskalamaq olmaz. Çünki sənə dəqiq variant lazımdır.
A ilə başlayıb S ilə bitən 2 dənə cavab var. Genişlənməsi də yenə dəqiq şəkildə qeyd edilib ki, nə olsun? TX-dir. O da hansı variantdadır? A bəndindədir. Beləcə tapırsan. Sonra 99-a qədər sual yoxdursa, baxıram 99-a. Deyir ki, faylın sürətini saxlayan. Bax, faylın sürətini hansı proqram yaradırdı? Backup proqramı. Ona görə də faylın sürətini saxlayan genişlənmə də ona uyğun backdir. Sonra 98. Deməli, deyir ki, magistr 2020 adına uyğun gəlir. Məsələn, bir düzdür, çünki ulduz magistri maskalayıb. Sonra 2-yə baxıram, magistr 2020-də. Magistrdən sonra 4 dənə simvol var, amma 2 sual yazılıb, 2 səhvdir. 3 də düzdür, yəni elə bil 2020 ulduzla maskalanıb. Əvvəldəki ulduzun da bir mahiyyəti yoxdur. Ondan sonra 4-ə baxıram. Yenə magistrdə 2020-də 4 dənə simvol var. Bu da 3 dənə sualda yazılıb səhvdir. 5-də M-nin sonunda simvol yoxdur, amma sual işarəsi yazılıb səhvdir. 6-da da magistr ifadəsinə T ilə R suallar maskalayıb. Yerdə qalan 2020-də ulduz maskalayıb. Ona görə düzdür. Sonra 100-ə qədər sualımız var. Yoxdursa başlayaq 100-dən 110-a qədər suallara. 104-cü sual var. Deməli, 104-cü suala baxaq. Verilənləri bir sənəddən digərinə köçürdükdə müvəqqəti yerləşdirmək üçün aşağıdakılardan hansı istifadə edilir? Uşaqlar, köçürmək, yəni kopyalamaq deməkdə, sürətini köçürürsən. Deməli, o zaman biz kopyaladığımız, qət etdiyimiz məlumatlar müvəqqəti olaraq mübadilə buferində saxlanılır. Mübadilə buferi əməliyyat sisteminin bir hissəsi olub RAM-da saxlanılır. Yəni, əməliyyat daşlarına görə də bir müddətdən sonra silinir. Nəsə belə qayda da var idi. Deyirdi köçürəndə yükləyici adlanır. Snowping de bu işdə nəsə belə bir şey var idi. O virtual Nə? yaddaş idi. O mübadilə buferi deyil. O virtual yaddaş idi. Hə. Bəli, bu xarici yaddaşdır, tutalım. Bu da ki bizim RAM. Məsələn, RAM-da yeri olmayanda, RAM-da olanda xarici yaddaşın müəyyən bir hissəsi RAM kimi istifadə edilir. Və virtual yaddaş budur. Yəni, bu zamanda RAM-da aktiv olan, amma istifadə edilməyən proqram həmin bu yaradılan müvəqqəti RAM-a xarici yaddaşa gəlir. İstifadəsi vacib proqram da onun yerində gələrək, yəni RAM-a gələrək istifadə edilməyə başlayır. Həmin bu xarici yaddaşda saxlanılan bu hissə yükləmə faylı adlanır. Bu yerdəyişmə prosesinə isə swapping prosesi deyilir. Və sözün mənasından tutmaq olar, swapping yerdəyişmə. Sonra 110-a qədər başqa sual var. 110-a qədər. 106 var. Deməli, yenə klaster məsələsidir. Bu dəfə sayını istəyir. Klasterin sayı düsturu nə idi? Faylın həcminin klasterin həcmini nisbət edir. Faylın həcmi nə qədərdir? 17-dir. Klasterin həcmi nə qədərdir? 4. 17-ni də 4-ə bölündə 4 tam neçə sevilir? Sən də yuvarlaq götürməlisən həmişə. 5 götürəcəksən. Sonra 111. Müəlliməmin həcmini yazmışam, 20 yazmışam. Sualı səhv başa düşmüşəm. Tamam. Həcm olsa 20 olardı. Deməli, 111-ci sual. 111 də qəşəng sual. Deməli, uşaqlar, deyir, faylın tam adının düzgün yazılır. Faylın tam adının strukturunda ən azından bilirdim ki, birinci baş kataloq olur. Yəni, o da qoşu nöqtə ilə ayrılır. Yolun sonunda da fayl genişlənməsi olur. Bu da hansındadır? 1-də. Yəni, 2 ilə başlayıb, nə ilə bitməlidir? 1 ilə bitməlidir. Ən azından bunu bildim. Ona görə də B ilə C bəndini atıram. Qaldı A, D, Y. Bunları da variant yoxlayaraq yazmaq lazımdır. Məsələn, A bəndini yoxlayıram. A bəndində yazıb 2, yəni C qoşu nöqtə drop. Sonra yazıb 6. 6 nədir? Drop Y, H, M. Fikir versəniz uşaqlar. Burada 2 drop yan-yana gəldi. Amma faylın tam yolunda. Bax, bayaq nə qədər suala baxmısınız. Heç görmürsünüz 2 drop yan-yana gəlir? Yox. Yəni, A bəndi səhv. Amma Y bəndinə baxsanız, məsələn, 2 verilib, yəni C qoşu nöqtə drop. Sonra 3 verilib, yəni info, drop. Sonra 5 verilib, yəni slide.
Sonra 4 verilib. Drop master. Ondan sonra 6 verilib. Yəni drop YHM. Sonra da 1 verilib. Yəni nöqtə PPSX. Bəli, bu faylın tam yolu. Görürsünüz, qoşa nöqtə, ortada katalogdan sonra da faylın ad və genişlənməsi. Cavab nə olur? Y-bəndi. Sonra 112-ci sual var. Deyir ki, aşağıdakı fikirlərdən hansı doğru deyil? Deyir, yaddaş diskləri sektor adlanan nömrələnmiş kiçik hissələrə bölünür, düzdür? Və informasiya yazılan ən kiçik ünvan sektor adlanır, düzdür? Sonra sektor öz aralarında birləşir, klaster əmələ gətirir, düzdür? Sektorların ölçüsü 512 kilobayt yox, 512 bayt idi uşaqlar. Yəni C bəndi səhvdir. Sonra 114, 118. 114-də bir fayl sistemi, bu fayl sistemi NTFS fayl sistemi bölməsində yerləşməklə şifrəlidir. Uşaqlar, şifrəlmə gördüksə cavab nədir? YFS. Ondan sonra 116. Deyir ki, əməliyyat sistemi və ya proqram tərəfindən müvəqqəti yayılan. Müvəqqəti sözünün nə idi ingilis dilində? Temporary. Buradan da TMP-ni yadda saxlaya bilərsiniz. Yəni bayaqki sualda Y variantında olan nə idi? Hansı? Bu yox, bundan əvvəlki. Bəli, bəli. Hesabı. Yəni hesabı mənim sözü hardasa qarşıma çıxmır. Yəni görməmişəm. Yəqin ki, nəyə sahibdir, amma gördüyüm bir şey deyil. Bildim mən. Sonra neçənci sualı qeyd eləmisiniz? Deməli, 118, 19. Aha, 18 məsələdir. Uşaqlar, 18-ci məsələyə baxaq. 3 dənə ayrı fayl verir. Baxın, bizdə faylları ümumiyyətlə klasterlərlə yerləşdirərkən əsas prinsip hər faylı ayrı-ayrılıqda yerləşdirmək. Yəni, toplayıb sonra yerləşdirim deyə bir şey ola bilməz. Deməli, birinci faylımızın həcmi nə qədərdir? 5 kilobayt. Gəl, klasteri sayını tapaq. 5-i böldük 4-ə, 1 tam neçə elədik? Bunu aldıq 2. Sonra ikinci faylımızın həcmi 2 kilobaytdır. 2-ni böldük 4-ə, 0 tam neçə elədik? Yuvarlaq aldıq 1. Yəni, ikinci fayl üçün, yəni 2 kilobaytlıq fayl üçün bir klaster lazımdır. Ondan sonra gəldik üçüncü faylımızın həcmi də 14 kilobayt. Bunda klaster sayı bərabərdir 14 bölsündür. Bu da 3 tam neçə eləyir? Yuvarlaq 4 gətirir. Deməli, ümumi neçə klaster istifadə elədim? 2 plus 1 plus 4. Yəni 7 dənə. Faylın diskdəki həcmi də nəyə bərabər idi? Klaster sayının klasterin həcmi hasil idi. Klaster sayı nədir uşaqlar? 7. Hər klasterin həcmi nədir? 4 kilobayt. Olacaq neçə? 28 kilobayt. Sonra baxaq başqa. Başqa sual qaldı. 119. FAT16 fayl sistemi ilə bağlı. Deyir, FAT16 fayl sistemi ən çox 216 klaster ünvan verir, düzdür. FAT16 fayl sistemi MS-DOS-da Windows-un ilkin versiyasında istifadə edilib, düzdür. FAT16 fayl sistemində klasterin ölçüsü diskin tutumundan asılı olaraq 512 bayt və 64 kilobayt arasında dəyişir, düzdür. Və D bəndi məntiqən heç düz deyil. Deyir, diskin həcmi maksimum 2 GB, faylın həcmi isə maksimum 4 GB olar. Bu heç fayl sistemindən xəbərin olmasa da, yenə də düzgün deyil də. Yəni, faylın həcmi daha doğrusu diskin həcmindən çox ola bilərmi? Yəni, çox olsa o diskdə yerləşə bilərmi? Yerləşmir. Məntiqən də görürsən ki, D bəndi heç uyğun deyil. Sonra 120-yə qədər sual yoxdur uşaqlar. 130-a qədər sualımızı verin. Yüz 22. Yüz 22-ci sualda. Doğru fikri seçin. Bir kataloqda adı və genişlənməsi eyni olan iki fayl saxlamaq olar, yox, olmaz.
Müxtəlif kataloqlarda eyni adlı 2 fayl saxlamaq olar, düzdür. Bir kataloqun daxilində diskin həcmini aşmamaq şərti ilə istənilən sayda katalog yaratmaq olar, düzdür. Kataloq adında ASCII kodlaşma sistemi bütün simvolları yox, istifadə etmək olar, yox. Çünki 0-31 aralığı istifadə edilir. Kataloq adındakı simvolların sayına məhdudiyyət qoyulmur, xeyr, MS-DOS qoyur, maksimum 8 dənə. Belə uşaqlar. Sonra 131, 124, 129. 124-dən. Windows 10 əməliyyat sistemində doğru fikirləri müəyyən edin. Qovluqda ad və genişlənməsi eyni olan 2 fayl saxlanıla bilər. Deyək uşaqlar, bir qovluğun içində adı genişlənməsi eyni olan 2 fayl olmaz. Fərqli qovluqda ad və genişlənməsi eyni olan 2 fayl saxlamaq olar. Ümumiyyətlə, işin içində fərqli müxtəlif nəsə varsa olar. Qovluqda adı fərqli genişlənməsi eyni olan 2 fayl saxlanıla bilər. Yenə içində fərqli söz varsa uşaqlar olar. Fərqli qovluqlarda adı eyni, genişlənməsi müxtəlif 2 fayl saxlanıla bilər. Dedik ki, ümumiyyətlə bunun taktikası nədir? Fərqli müxtəlif sözünü gördünsə olar. Burada ola bilməz yazıb deyəsən. Sonra qovluqda adı eyni, genişlənməsi fərqli olan 2 fayl saxlanıla bilər. Bu da düzdür. Yəni, bu taktikayla bir çox sualın cavabını düz tapmaq olar. Sonra başqa 129. Windows-dan əməliyyat sisteminin versiyaları, bayaq sual verdim, XP, Mi, Vista, NT. Sonra 131, 33, bunlar bir də 36. 131. Windows 10 hansılar əməliyyat sistemi deyil? Windows 95 düzdür, Linux düzdür. Dedim ki, Windows 97 yoxdur, məsələn, 98 olmalıdır. Ondan sonra Simula əməliyyat sistemi deyil. OS 2 əməliyyat sistemidir, Solaris əməliyyat sistemidir. Symantec antivirus da olmaz, Ubuntu da əməliyyat sistemidir. Deməli 3, 4, 7 olmaz. 4 nə idi müəllim? Symantec nə idi müəllimə? Simula proqramlaşdırma dili nə idi? Necə? Symantec Symantec antivirusuydu. Antivirus. nə idi? Antivirus. Antivirus. Sonra 132-ci sual. Uşaqlar, bir sektorun həcmi bilirik ki, nə qədərdir? 512 bayt. Onda 6 dənəsinin həcmi nə olar? 6 vurulsun 512 bayt, yəni 3072 bayt. Cavabı kilobaytdan istəyirdi, 24-ə bölürəm, qalır 3 kilobayt. Sonra 233-cü sualda. Failin həcmi bizə nə verilir? 1024 bayt. Klasterə görə bunu kilobayta çevirirəm. Bu da 1 kilobayt deməkdir. Klaster sayını tapıram. Klaster sayı failin həcminin, yəni 1-in klaster həcminə nisbətidir. Bu da 0 tam neçəsi ilə yuvarlaq 1 ilə. Bizdə isə yaddaşda nə qədər yer tutulunu istəyir. Bu da nə idi? Klaster sayının bir klasterin həcminə hasil edir. Klaster sayı 1-dir, bir klasterin həcmi də 4 kilobayt. Bu da olacaq neçə? 4 kilobayt. Müəllimə 1024-ü çevirdik 1 kilobayt elədi. Sonra bir Bəli. klasterdə 4 kilobayt olduğuna görə 1-ə böldük. 1-i 4-ə Belə. böldük. Hə, 1-i 4-ə böldük. Sonra 134-cü sual. Deyir ki, faylların yerləşməsi üçün option klasterlər 4 kilobaytdır. Failin həcmini amma vermir. Deyir ki, fayl 512 simvoldan ibarətdir. Mətnin həcm düsturu nə idi? Simvol sayı 512 deyilir bu. 5000. Simvol sayının bir simvolun həcminə hasil. Biz də standart 1 bayt götürürük. 5120 bayt. Amma klasterin həcmi kilobaytdandır deyə, bunu da 1024-ə bölərək kilobayta çevirirəm. Bu da edir 5 kilobayt. İndi tapaq klaster sayını. Bu failin həcmini. Klaster sayı failin həcmindən klasterin həcminə nisbətidir. Bu da 1 tam neçəsi ilə yuvarlaq 2 götürürəm. Yaddaşdakı yeri də nə idi? Klaster sayını bir klasterin həcminə hasil edir. Bu da neçə olacaq? 8 kilobayt. Yəni belə. Sonra uşaqlar, başqa sual var burada. 135. Deməli, baxaq. Elektron cədvəl faylı XLTXC. Sonra icra olunan fayl. Deməli, com, exe bu tipli fayllardır.
Deməli, bu da D ünvanı. Sonra qrafik fayl burada PNG ilə tipdir. Deyil. Sonra uşaqlar, başqa sual var? Mənim arxivin idi yoxsa? Arş dəqiq, o bizim məncə şeylərin arasında yox idi, amma arxivdir, hə, arxivdir. Amma bizdə qeyd edilməyib məncə. Qeyd edilməyib deyə əlavə edin, bu arxivdir. Sonra Müəllimə 136 son olaraq baxa bilərik. NTFS fayl sistemi haqqında doğru olanlar. Sumaya görə klasterin ölçüsü 4 KB düzdür. Yalnız flash yaddaş tipli mobil daşıyıcılardadır, xeyr. Müxtəlif yaddaş qurğularında istifadə edilə bilər. Fayllar haqqında məlumatlar MFT cədvəlində saxlanılır, düzdür. Fayllar şifrələnərək mühafizə edə bilir, düzdür. Maksimum 128 yox, 256 TB-lıq disklərlə işləyirsən. Sonra başqa sual qalmadı ki bundan. Müəllimə, bu susmaya görə sözü nə deməkdir? Sumaya görə yəni proqram tərəfindən Yəni təyin standart edilən olaraq bəli, bizim müdaxilə etmədiyimiz, sonradan müdaxilə edilməyən halda. İlkin hal. Deməli uşaqlar, bu da belə. Qaldı bir dənə quizə baxmaq.